Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu alə mən lə nəbiyyə bədə əmmə bə'd. Selamun aleyküm və rahmetullahi və barakatuhu. Elhamdülillah biz Usul-u Sünnə Risaləsini oxumaqda davam edirik. Müəllif İbn-i Əbi Zəməni rahiməhullah hicrətin 399-cu ilində vəfat edib, 4-cü əsr. Və Şeyx rahiməhullah artıq bugün 18-ci fəsil oxuyuruq. Deməli, şeyx buyurur ki, İman-ı bil-mizan, yəni söhbət mizandan gedəcək. Yəni, Əhlüs-Sünnə vəl-Cəmaət üsulundan da, əqidəsindən də biri budur ki, mizana iman getirmək. Mizan nədir? Mizan tərəzi. Yəni, söhbət gedir qiyamət günündən. Qiyamət günündən. Çünki qiyamət günündə əlamətlərdən də biri, yəni qiyamət günündə olanlardan da biri mizandır. Mizan yəni tərəzi. Tərəzi yəni orada əməllər ölçüləcək. O da Allahın adilliyidir. Tərəzi haqdır və əməllər ölçüləcək və sair. Və biz etiqad edirik ki, şeyx buyurur ki, Əhlüs-Sünnəti yu'minuna bil-mizan yevməl qiyamə. Əhlüs-Sünnə qiyamət günü mizanın olmağına iman gətirib. Düzdür, bu bizim üçün qeybi məsələdir. Qiyamətə aiddirsə qeybi məsələdir. Və bunlar hamısı daxildir axirətə iman. Çünki iman nədir? Allaha inanmaq, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qəza qədərin xeyri şəri Allahdan olmağına. Deməli, axirətə iman daxildir, öləndən sonra nə baş verir, nələr şəriət deyib, onlar hamısı daxildir axirətə iman. Yəni, biri deyir ki, mən axirətə inanıram. Məsələn, mizana inanmasam, axirətə iman deyil o. Axirətə iman odur ki, insan öləndən sonra nələr şəriət deyib, onlara iman gətirmək. Bu da axirətə imandandır, mizan. Burada müəllif rahiməhullah ayələr gətirib. Təbii ki, tərəzinin, qiyamət günün tərəzinin olması həm Quranda, həm hədislərdə gəlib. Allah subhanət hələ burada müəllif də gətirir, rahiməhullah. Deməli, burada deyir ki, rahiməhullah, Allah Teala buyurur, فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُ. Onların ki, tərəzidə ağır gələcək, فَهُوَ فِي عَيْشَةٍ رَاضِيَةٍ. Onlar razı qalan həyatı yaşayacaqlar. وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُ. Hansının ki, tərəzi aşağı düşəcək, فَأُمُّهُ هَاوِيَةٌ. Onda olan halı yaxşı olmayacaq. Yəni, bu ayə Qariyə surəsidir, 6-dan 9-a can. Qiyamət günü tərəzinin olmasının ispatıdır. Həmçinin Qurandan tərəzinin isbatına dəlillərdən Ənbiya surəsi, 47-ci ayə. Allah subhanətlə buyurur ki, وَنَدَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا. Və qiyamət günü tərəzilər qoyulacaq, orada heç kəsə heç bir şeydə zülm edilməyəcək. Yəni, hər şey ölçüləcək, dəqiq və heç kəsə etiraz edilməyəcək. Baxmayaraq, əzalar özləri danışacaq və s. Yəni, adilliyin tamamlığıdır. Və müəllif burada deməli, hədislər gətirib. Deməli, mizan, biz dedik, mizan nədir? Tərəzidir. Həmçinin buna aid olan məsələlərdən vacibdir ki, iman gətirək ona. Necə gəlib? İsbat edir, həqiqətən var. Möhtəzillər kimi demirik, o mizan deyil, adillikdir. Yox, adillik mənası ola bilər, amma mizan həqiqətən var. Çünki nə üçün? Peyğəmbər sallallahu aleyhi ve sellem onu barədə deyib, iki tərəfi var. İki tərəfi. Və ölçəcəklər. Yəni, adillik olsaydı, tərəzi həqiqi olmasaydı, yox, lakin dəlillərdə gəlir ki, səhih ki, iki gözü var və bir gözünə xeyir işləri qoyacaqlar və bir gözünə pis işləri, əməlləri. Həmçinin mizana aid olan məsələlərdən, tərəziyə aid məsələlərdən nələr ölçüləcək?
Yəni əməllər ölçüləcək. Əməllər. Həmçinin kitab ölçüləcək. Kitab. Necə o Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, bitaqa hədisi. Gətiricilər insanı 99 dənə kitab qoyacaqlar tərəzinin bir gözünə. Və la ilahe illallah kəlməsinin bir gözünə. Fikir etsən, la ilahe illallah ağır gələcək. Həmçinin insan da ölçüləcək. O İbn Məsud radiyallahu anhuma onun baldırları nazik idi. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm bir gün onu deyir ki, nəsə çıxsın ağacdan, neysə götürsün. Qalxanda baldırları görsəndi, gördülər sahabələr. Bəzilər gülümsədi. Dedi ki, Peyğəmbər sallallahu əleyhi və səlləm nə görürsünüz? O tərəzidə qiyamət günü ən ağır gələndir. Nazik olsa da ən ağır gələndir. Və yəni burada məqsəd nədir? Tərəzi həqiqidir. Həqiqidir. Düzdür, onun keyfiyyəti, necəliyi və s. biz bilmirik. Biz sadəcə qeybi məsələ olduğuna görə ispat edilir, nə gəlib həqiqətən. Aydın qardaşlar. Həmçinin hətta fikir verirsiniz, yəni tərəzi əslində düzdür, adilliyidir, düzgünlüyü olsun deyə. Hətta bəzi məhkəmələrdə, ölkələrdə onu adillik kimi, rəmz kimi götürüblər. Fikir verirsiniz, bəzi məhkəmələrdə dünyada hakimin başı üstü tərəzi qoyulur. Yəni adilliyi bildirir. Burada müəllif rahimehullah birinci hədisi, deməli bu 90-cı hədisdir bizdə. Həddəsəni Vahb, şeyx deyir ki, həddəsəni Vahb, ən ibn Vaddah, ən ibn Əbi Şeybə, ən Muhammed ibn Fudayl, ən Uğeyrətə, ən Ümmü Musa, qalət, səmi'tu Aliyyən, يقول أمر النبي صلى الله عليه وسلم عبد الله بن مسعود أن يصعدها بشجرة فيأتيه بشيء منها فنظر أصحابه إلى خموسة ساقيه فضحكوا منها فقال مما تضحكون لرجل عبد الله في الميزان أثقل من أحد. Allah. Hədis səhihdir, müəllif gətirib, rahimehullah, qeyd etdiyim hədisi İbn Məsudun. Deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm bir gün İbn Məsuda dedi ki, qalxıb ağacdan nə isə götürsün. O vaxt sahabələr gördülər baldırları və gülümsədilər. Peyğəmbər sallallahu əleyhi və səlləm görüb dedi, nəyə gülürsünüz? O Uhud dağından da ağır gələcək tərəzidə. Uhud dağından da ağır gələcək. Və bu hədis səhihdir və bu göstərir ki, tərəzi haqdır qiyamət günü və həmçinin hətta insanlar da ölçüləcək. Sonra burada müəllif rahimehullah 91-ci hədisdə buyurur ki, Əbu Bakr qalə, həddəsənə Muhammed ibn Fudayl an Əmarət ibn Qa'qa an Əbi Zur'ətə an Əbi Hurayrətə qalə, qalə Rasulullah sallallahu aleyhi ve sellem kəlimətəni xəfifətəni aləl lisan, thaqilətəni fil mizan, həbibətəni iləl rəhmən, Subhanallahi və bihamdi, Subhanallahil azim. Sonra müəllif rahimehullah bir hədisi getirir burada. Bu hədis də səhihdir. Deyir ki, Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, iki xəfif kəlimə var. Yəni yüngül, yəni azdır demək onu. Uzun cümlə deyil, kəlmələrdir. Xəfifdir, rahatdır onu demək. Dillə demək çox rahatdır. Mizanda da ağırdır, tərəzidə ağır gələndir. Dildə hasandır demək, tərəzidə ağır gələndir. Və Allaha da ən sevimli kəlmələrdir. Hansılardır? Subhanallahi və bihamdi, Subhanallahil azim. Subhanallahi və bihamdi, Subhanallahil azim. Tərəzidən ağır gələn kəlmələrdəndir. O hədisdə səhihdə həmçinin göstərir ki, yəni əməllər ölçüləcək. Necə olacaq əməlləri ölçüləcək? Allah bilir. Ölçüləcək və salam. Sonra burada müəllif 92-ci hədisdə deyir ki, وحدثني سعيد بن فحلون عن الولي عن عبد العزيز بن محمد الدراوردي
عن إسماعيل بن رافع عن إياض بن جهمان أن رجلا جاء إلى النبي صلى الله عليه وسلم قال يا رسول الله جئتك لتعلمني عملا يدخلني الله به الجنة فذكر الحديث وفيه أنه ثم قال له النبي صلى الله عليه وسلم ألا أدلك على كلمتين ثقيلتين في الميزان خفيفتين على لسان يرضيان الرحمن تقول سبحان الله والحمد لله فإنهما قرينان. Ve bir hadiste getirip burada müellif rahimullah burada başka zikri deyir. Peygamber sallallahu aleyhi ve sellem deyir, iki kelime öyle değil mi? Bir kişi deyir ki beni öğret, ben onunla cennete gireyim. Bir şey öğret, ben cennete gireyim. Peygamber sallallahu aleyhi ve sellem deyir ki ona iki kelime öğreteceğim sana. Tərəzidə ən ağır gələndir. Subhanallahi velhamdülillah. Lakin bu hadis səhih deyil. Hadis səhih deyil. Sonra burada müəllif rahimehullah 93-cü rivayət getirib hadis. Deyir ki, həddəsəni Əbi an Ali an Əbi. Yəni zəif olsa da, lakin tərəzi barədə səhih hadislər. Hələ bundan öncə oxuduq. Və yenə deyirəm, bu kitabda qeyd olunanlar o demək yəni yalnız bu qədərdir hədis və ya ayə. Ayələr də çoxdur, hədislər də çoxdur. Aydındır. Sadəcə müəllif Əhl-i-Sünnə və Üsulun bildirmək üçün kifayətlənib bir neçəsini qeyd eləməklə. Sonra burada 93-cü hədisdə buyurur: "Və dəsəni Əbi an Ali an Əbi Davud an Yahya qala həddəsənə Muhammed ibn Sələmə an Thabit البناني عن أبي عثمان النهدي عن سلمان الفارسي قال يوضع الميزان يوم القيامة ولو وضع في كفته السماوات والأرض لوسعتها فتقول الملائكة ربنا من يوزن بهذا فيقول من شئت من خلقي فتقول الملائكة ربنا ما عبدناك حق عبادتك. Yani bu hadiste de və hadis səhihdir. Deyir ki, bəs Salman Farsidən qiyamət günü tərəzi qoyulacaq, bir gözünə yerlər və göylər qoyulacaq. Onu görsəl ki, nə boydadır, böyükdir. Yəni bizim bazardakı tərəzilərə fikrin gelməsin. Böyükdir. Bir gözünə yerlər və göylər. Və sonra mələklər deyəcək ki, ya Rab, ne ölçüləcək orada? Allah deyir ki, xəlqimdən nə istəsəm ölçəcəm orada. Xəlqimdən nə istəsəm. Bu vaxt mələklər dedi ki, ya Rabbi, bizi bağışla, layiqincə sənə ibadət eləmədik. Mələklər deyir, layiqincə sənə ibadət eləmədik. Allahu Ekber. Sonra burada deyir ki, qalə Yahya qavluhu fələn nuqimu ləhum yevməl qiyaməti vəznə هو مثل قوله ومن خفت موازينه فأولئك الذين خسروا أنفسهم في جهنم خالدون. وأخبرني وهب عن ابن وضاح عن زهير عن ابن عباد أنه قال كل من أدركت من المشايخ مالك وسفيان وفضيل وعيسى بن يونس وابن مبارك وكي بن جراح كانوا يقولون ميزان حق. Yani sonra müellif rahimullah rivayetleri qeyd edəndən sonra sələflərin etiqadları qeyd edilir burada. Deyir ki, kimlərlə ki görüşdük, yəni İmam Malik, Sufyan Savri, və Fudeyl, və İsa bin Yunus, İbn Mübarək, və İbn Cərrah, hamısı deyir, etiqad edirdilər ki, mizan haqqdır. Yəni qiyamət günü. Qal İbn Muddah, səltu Yahya ibn Ma'in anhu fəqalə haqq. Və İbn Muddah deyir ki, Yahya ibn Ma'in'dən soruşdum, dedi ki, haqqdır. Qal Muhammed və rəaytu fi təfsiril kəlbi. Muhammed deyir ki, kəlbinin təfsirində gördüm ki, ən Əbi Salih, ən İbn Abbas, Əbi Salih İbn Abbasdan deyir ki, qalə huvə mizan, ləhu lisan və kiffətən. Deyir ki, İbn Abbas deyib ki, o tərəzidir və dili var. Dili var. Lakin səhihdir. Səhihdir. Elə kifayətdir ki, qəlbi o ravinin olmağı. Çünki o zəifdir. Qəlbi zəifdir burada. Hətta
Bu əsər uydurmadır İbn Abbasdan. Zəif də deyil. Mevdu. Uydurmaya deyirlər mevdu. Daif yox, mevdu. Yəni, çünki Kəlbi yalançılıqla ittiham olunub. Və Abu Salih də, o da hansı ki İbn Abbasdan rivayət edib, o özü də zəifdir, ravi. Özü də zəifdir, ona görə bu əsər deməli zəifdir. Hətta burada deyir ki, İmam Zəhəbi Mizanda buyurur ki, qalə Sufyan, qalə Kəlbi, deyir Kəlbi, Sufyan deyir ki, Kəlbi dedi, qalə li Əbu Salih. Əbu Salih mənə dedi ki, unzur kulli şey rüviyyət ənni, ən İbn Abbas fələ tərvi. Deyir, bax ki, hansı rivayət mən İbn Abbasdan rivayət eləmişəm, onu rivayət etməyin. Yəni, deməyin onu çıxırsa. Yəni, zəifdir, uydurmadır. Və sonra burada deyir ki, və qalə eydən Sufyan, qalə li Kəlbi, kullu mə həddəstuka ən Əbi Salih və kədib. Sufyan da deyir ki, Kəlbi mənə dedi ki, Əbu Salihdən nə demişəm, hamısı yalandır. Və qalə İbn Hibban, İbn Hibban deyir ki, məzhəbuhu fiddin və vudu kədib. فإن فيه أظهر من أن يحتاج إلى الإغراق في وصفه. وقال سيء الاعtiqad. Qultu. Yəni, əslində etiqadda yaxşı deyildi. Etiqadı nə üçün? Çünki etiqad edirdi ki, Əli ölməyib. Radiyallahu anh. Ömər Xəttabın qaynatası ölməyib. Etiqad edirdi. Var, şiələrdə var belə etiqad. Raca əqidəsi. Əli ölməyib, qaydacaq hələn. Onlar belə çox danışmırlar bunu. Yəni, nəinki Mehdi. Hətta etiqadlarına görə Əli də qaydacaq. Aydındır, qaydacaq. Və Kəlbidə etiqadı bu idi. Və Əli göy ki qaydacaq və deməli, adillik yayacaq. Hətta onlarda, hətta Kəlbi deyir, necə Kəlbi, ümumiyyətlə Rafisədə var. Yəni, buludları görəndə deyirlər ki, Əli ibn Əbi Talib buludların içindədir. Yəni, ifratçılıq. Yəni, Əli ibn Əbi Talib tarixdə fikir verirsiniz, necə ifrata varıblar. İfrata varıblar. İldırım çalır, məsələn, deyirlər, Yezdi vururlar, döyürlər orada. İnşallahla. Hər şey bağlayıblar. Yəni, 12 nəfərə. Və düşmənlər də sahabələrdir. Nə var? Hamısı din onlara görə gəlib. Vəssalam. O söhbətlərə görə. Ona görə Mehdi gələndə neyəcək? Ən birinci, ara gedəcək. Amerika yazada gedməyəcək ki, Mehdi. Gələcək Mədinəyə. Mədinəyə gələcək deməli, o vaxt ki, çünki onlar deyirlər ki, etiqadlarında budur ki, bu torpaq qəsb olunub. Qəsb. Birisi də Peyğəmbərin evi, sallallahu aleyhi ve sellem. Yəni, Peyğəmbərin qəbrinin yanında əli olmalıydı Fatimə. Ona görə Əbu Bakır, Ayşə radiyallahu anh, atasını bastırdı yanında. Sonra öz üçün saxlamışdı, Ömər xahiş edildi, Ömərə verdi. Balaca idi ev, 3 nəfər doldu ev. Ona görə onlar etiqad edirlər ki, bu ev, torpaq qəsb olunub və Mehdi gələcək o söhbətləri həll eləməyə. Gəb olar, Bakın Ömərə çıxardacaq oldu. Necə çıxardacaq? Çürüməyiblər. Yox, deyir, çıxardacaq, doğrayacaq, yandıracaq. Nağıllar çoxdur. Əcayib, əcayib. Hətta vallahi belə sağlam fikirli onların içində hətta eşitsə, inanmır belə şeylər. Deyəndə deyir ki, ola bilməz bizdə belə şey var. Onlar çoxlar belə şeylər danışmırlar belə kütləyə. Amma məsələn, etiqadlarında var ki, raca deyirlər deyəsən ona. Ki, Əli qaydacaq. Nə ki, Mehdi. Aydınlı qardaşlar. Elhamdülillah, yəni, mizan barədə mənə gəlir ki, yəni, hər şey aydın oldu. Sonra müəllif rahimullah 19-cu fəslə keçir. O da Əs-Sirat. Sirat körpü. Qiyamət günü. İnşallah qalsın gələn məclisimizə. Allah İmam İbni Əbi Zəmənindən rəhmət eləsin. Allah bizə eşitib faydalardan etsin.